Ev şəraitində evdə bişmiş qənd hazırlayırıq. Qazana yarım litr süd, 1 kilo şəkər tozu əlavə edirəm üzərinə və qaynamağa qoyuram. Artıq bişmə halına yaxınlaşanda, bu rəngi gəldiyi vaxt içərisinə 1 paket vanilin əlavə edirik. Şəkərimiz artıq hazırdır. Qəlib tam çıxsın, yapışmasın deyə sinəyə su tökürük. Sinidə tam bərkiyənə qədər saxlayırıq. Evdə bişirdiyimiz qəndimiz hazırdır.